Qadın ərini necə xoşbəxt edə bilər? 1. Gözəl qarşılamaq. Ərin işdən, səfərdən və ya başqa bir yerdən evə gələndə onu gözəl qarşıla. Onu gülərüzlə qarşıla. Özünü bəzə və ətir vur. Yaxşı xəbərlərlə başla və pis xəbərləri sonraya saxla. Onu gözəl və həsrət çəkici sözlərlə qəbul et. Yeməyin əla olması üçün ciddi cəhd göstər və onu vaxtında hazırla. 2. Özünü bəzəmək və yumşaq səs. Ancaq öz ərin üçün belə etməlisən. 3. Yaxşı qoxulanmaq və fiziki gözəllik. Öz bədəninə yaxşı qayğı göstərmək və sağlam olmaq. Gözəl və cəlbedici paltarlar geyin və ətir vur. Ərinin səni çirkli paltarlarda və kobud formada görməsindən çəkin. Haram olan bərbəzəkdən və ifrat dərəcədə bəzənməkdən çəkin. Ərinin xoşladığı ətirlərdən, rənglərdən və paltarlardan istifadə et. Allahın verdiyi ilə qənaətlənmək. Ərinin kasıb və ya sadə işi olmasından dolayı sıxılmamalısan. Sən kasıb, xəstə və əlil olan insanlara baxıb Allahın sənə verdiyinə şükür etməlisən. Sən bilməlisən ki, əsl var-dövlət iman və möminlikdir. 6. Dünya mallarına laqeydlik. Sən bu dünyanı öz marağına və ümidinə çevirməməlisən. Sən ərindən lazımsız şeylərin alınmasını istəməməlisən. Tərki dünyalıq o demək deyil ki, sən yaxşı və halal şeylərdən faydalanmamalısan. Lakin bu o deməkdir ki, sən gələcəyə baxmalısan və cənnəti qazanmaq üçün Allahın verdikləri ilə faydalanmalısan. Ərinə xərcə qənaət etməyi və kasıb insanlara yemək və zəkat vermək üçün pulu saxlamağı həvəsləndir. 7. Ehtiram, hörmət. Peyğəmbərin hədisinə görə, ərlərinə qarşı naşükür olduqları ucbatından cəhənnəmdə insanların çoxluğunu qadınlar təşkil edəcək. Ərinə qarşı minnətdar olmağın, ərinin səni çox sevməsinə və səni razı salmaq üçün yaxşı işlər görməsinə həvəsləndirəcək. Ərinə qarşı naşükür olmağın isə onu narazı salacaq və özünə belə suallar verməyə başlayacaq. Mən nəyə görə ona yaxşılıq etməliyəm? Halbuki heç birini qiymətləndirmir. Sədaqət və vəfalılıq. Ərinin sağlamlığına və ya işinə ziyan dəydiyi zaman, məsələn, hadisə və ya bankrot olduğu zaman, sədaqətlilik, onunla razılaşmaq, onun hər bir sözünə itaət et. Əlbəttə ki, haramdan başqa. İslamda ər ailənin əmiridir. Zövcə isə ailənin dayağıdır. 10. Hirsləndiyi zaman onunla xoş davranmaq. İlk öncə onun qəzəbinə səbəb olacaq sözlərdən və ya hərəkətlərdən çəkin. Lakin əgər bu baş verərsə, onda onu sakitləşdirməkdən ötürü aşağıdakı vasitələrdən istifadə et. Əgər sən səhvsənsə, onda üzr istə. Əgər o səhvdirsə, onda mübahisə etməkdənsə sakit dayan. Ona de ki, sən düzgünsən. Onun sakitləşəcəyinə qədər gözlə və məsələni gözəl yolla müzakirə et. Əgər o, xarici, bayır səbəblərə görə hisirlənibsə, onda hirsi gedənə qədər sakit dur. Onun üçün bəhanələr tap. Məhz yorğunluq, işdə problemlər, kimsə onu təhqir edib və s. Çoxlu suallar vermə və nəyin baş verdiyini təkidlə soruşma. Məhz mənə nə baş verdiyini deməlisən. Onun yoxluğunda iffəti, isməti qorumaq. Özünü haram əlaqələrdən qoru.
ailənin sirlərini saxla, xüsusilə intim əlaqələri və ərinin başqasının bilməsini istəmədiyi şeylər. Evin və uşaqların qayğısına qal. Onun pulunun və malının qayğısına qal. Onun icazəsi olmadan bayıra çıxma və çıxarkən tamamilə hicaba bürün. Onun xoşlamadığı insanları evə dəvət etmə. Naməhrəmlə hər hansı yerdə olur olsun, tək başına qalmaqdan çəkin. Onun yoxluğunda valideynləri və qohumları ilə yaxşı davran. 12. Onun ailəsinə və dostlarına ehtiram göstərmək. Sən onun qonaqlarını yaxşı qarşılamalı və onları razı salmağa çalışmalısan, xüsusilə valideynlərini. Onun qohumları ilə bacardıqca problemlərdən çəkinməlisən. Sən onu anası və sənin arasında seçim etmək vəziyyətinə qoymaqdan çəkinməlisən. Onun qohumlarına qarşı qonaqpərvərlik nümayiş elə və onları yaxşı yerlərdə yerləşdir. Onlar üçün gözəl yeməklər hazırla. Onların zövcələrini yaxşı qarşıla. Onu öz qohumları ilə görüşməyi və öz evinə dəvət etməyi həvəsləndir. Onun valideynlərinə və bacılarına zəng aç. Onlara hədiyyələr al. Onları hər bədbəxtlikdən qoru. 13. Heyran edici qısqanclıq. Ərinə qarşı qısqanclıq zövcənin ona qarşı sevgisinin əlamətlərindəndir. Lakin bu, İslami hüdudlarda olmalıdır. Məhz başqasının dalınca danışmaq, təhqir etmək, hörmətsizlik göstərmək. Bunlar etməyin. Sən əsassız şübhələr yaratmamalısan. 14. Səbir və emosional müdafiə. Kasıblıq və ya gərgin hallarla üzləşəndə səbirli ol. Özünə, ərinə, uşaqlarına, qohumlarına və sair bədbəxtlik baş verəndə səbirli ol. Əgər ərin səninlə pis rəftar edirsə, onun pis rəftarına qarşı yaxşı rəftarla qarşılıq göstər. 15. Evi təmiz saxlamaq. Evi təmiz saxla, bəzə və səliqəyə sal. Evin quruluşunu vaxtdan vaxta dəyişdir və sıxıntıdan çəkin. Gözəl və sağlam yeməklər hazırla. Evin öhdəsindən gəlmək üçün vacib bacarıqları öyrən. Uşaqları yetişdirmək üçün xüsusi və İslami yolları öyrən. 16. Pulu və ailəni saxlamaq. Onun pulundan icazəsi olmadan xərcləmə, hətta zəkat verəndə də. Onun yoxluğunda evini və s. qoru. Uşaqların yaxşı görünüşdə olmasına, paltarlarının təmiz olmasına diqqət elə. Onların qidalanmasına, sağlamlığına, təhsilinə və s. fikir ver. Onlara İslamı öyrət və Peyğəmbərin, imamların və səhabələrinin həyatından rəvayətlər danış.